Biz bura qəblən buğda əkəydik. Muntaha o cür məhsul götürə bilməydik, keyfiyyəti zadı o cür yaxşı deyildi, bar yaxşı götürə bilməydik. Təsirini tutduq buranı heyva bağı ehdas eləyək. Və əlhəmdülillah həm bar deyisi alıdır, həm keyfiyyəti fövqəladədir. 2 rəqəmdə heyva əkmişik. Təqribən 20 gündür bərdاشtımız şuru olubdur. Gündə hududən 8 nəfər, 10 nəfər kargərimiz olay və 2 ton, 3 ton gündə buradan heyva dərik. Bax təvəccüh beyin ki, heyvamızın keyfiyyəti alidir, fövqəladədir. Bazar furuşumuz da yaxşıdır, əlhəmdülillah. Həm Səri bağda gəlib alıb aparırlar Şəhristandan, həmşəhrilərimiz. Həm də Tərəbara yolluq, Ərdəbilə, Şumala, Tehrana irsalımız var. Biz sübdən gəlirik, süb saat 8-dən burada şuru oluyor, burada heyva dərməkdən. Ta bədə zor hər neçə də ta Neysanımız düzəlincət. 500 kilo, 400 kilo azən nəfərə burada dərik. Allah bərəkət versin bu bağa, Ay Əsqəri bağlayan burada zəhmət çəkib məntəqəmizin abadisini əlləşibdir burada. 7-8 nəfər ələn buradan çörək aparırlar. Əlləri ağrımasın, bir dünya təqdir təşəkkür edirik. Biz buradan qaşı halal çörək qazanıb aparırıq xanavadəmizə. Əvvəldə bura belə deyildi. Belənsi bağzad yox idi. Əvvəldə yenə şoxum idi ki, sonra biz bunu zəhmət çəkdim əxəvimlə işimiz. Yəni gecə gündüzümüz yox idi. Vaqəən gecə gündüzümüz o qədər zəhmət çəkdik ki, əsən deməlidir. Ondan ta bu bağ belə səmərə yetişdi. Ondan bəhr verir. Zəhmət çox çəkdik vaqəən.